Salam, hər vaxtınız xeyir olsun. Gəlin xitabla bağlı qaydalara baxaq. Xitab cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir. Sintaktik vəzifəsi var. Sintaktik vəzifə adətən cümlə üzvü demək biz elə başa düşürük, amma xitabın da cümlədə sintaktik vəzifəsi elə xitab olmasıdır. Sadəcə cümlədəki digər üzvlərlə qrammatik cəhətdən bağlanmır. Yəni, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərdir. Cümlə üzvü olmasa da sintaktik vahid kimi vəzifə kimi müraciət olunanı bildirir. Yəni, cümlə üzvü kimi təhlil edilmir xitablar. Müraciət olunan sözdür, şəxsdir, əşyadır, hər nədirsə müraciət bildirən sözlər xitab adlanır. İfadə vasitələri əsasən xitab adı xal formasında olan isimlərlə isimləşmiş sözlərlə işlənə bilər. Müraciət forması xitabla canlıya, cansız və ya mücərrəd varlıqlara müraciət etmək olur. Məsələn, dəli könül, demə bu dünyada qalım. Könül, yəni burada mücərrəd anlayış bildirir. Durğu işarəsi xitablar əvvəldə gəldikdə özündən sonra, ortada gəldikdə hər iki tərəfindən, sonda gəldikdə özündən əvvəl vergül qoyulur. Gəlin baxaq məsələn, deyirəm ki, qızım, gəl. Baxın, burada qızım müraciət bildirən sözdür. Demək, əvvəldə gəldi, nə oldu? Özündən, məsələn, sonra vergül qoyulacaq. Əgər xitab ortada gəlsə, burada ortada gəlib xitab, müraciət bildirən söz hər iki tərəfindən qoyulacaq. Yox, cümlə bitib, nöqtə qoyulub, burada axırı xitabla bitib, onun əvvəlində vergül qoyulacaq. Qeydlərimiz: şəxs əvəzliyi, feili bağlama və məstər xitab ola bilmir. Xitabın yeri sabit deyil, yəni dəyişkəndir. Yəni əvvəldə, ortada, axırda işlənə bilər. Sualla cavab vermir, cümlə üzvü olmur. Feili sifət tərkibi xitab ola bilər və yaxud feili sifət xitab ola bilər. Məsələn, oxuyanlar, siz qəbul olacaqsınız. Görürsünüz, burada feili sifətdir, isim xüsusiyyətini daşıdır və biz buna cümlə üzvü kimi təhlil etməsək də müraciət bildirən sözdür, xitabdır. Vəzifəsi olacaq onun xitab olması, elə sintaktik vəzifəsidir. Deməli, xitab nə bildirdi? Müraciət olunan şəxsi bildirdi. Canlı, cansız, mücərrəd hər şeyə müraciət edə bilərik. Əvvəldə, ortada, axırda işlənə bilər. Durğu işarələri əvvəldə özündən sonra, ortada hər iki tərəfindən, axırda özündən əvvəl vergül qoyulacaq. Feili bağlama, məstər, şəxs əvəzliyi xitab vəzifəsində ola bilmir. Cümlədə qrammatik cəhətdən cümlə üzərinə bağlı olmayan söz desə, onun biri xitabdır. Yəni, bu şərtlə bizdən sual verib soruşsa, xitab axtaracaq, müraciət bildirən söz axtaracaq. Ara sözlər, yenə də ara sözlərdə xitab kimi cümlədəki digər cümlə üzvləri ilə qrammatik cəhətdən bağlı olmayan sözlərdəndir. Danışanın, yazanın ifadə etdiyi fikrə münasibətini ifadə edir. Növləri var. Ara sözlər haqqında baxaq. Ara sözlər modal sözlərlə ifadə olunur. Modal sözlər ara sözlər sayılsa da, bütün ara sözlər modal söz deyil. Çünki ara sözlər söz, yəni xəbər məzmunu daşımayan modal sözlər. Məsələn, bəlkə, əlbəttə və yaxud söz birləşməsi şəklində ola bilər. Məsələn, mənim fikrimcə, sözün düzü və yaxud cümlə şəklində, xəbər məzmununda çıxış edə bilən sözlər, amma xəbər deyil, sadəcə ona bənzəyir. Görünür, deyəsən, necə deyərlər. Yəni, bu kimi sözlərə görünür, düzdür, deyəsən, necə deyərlər. Biz bunlara sual verə bilmiriksə, o zaman bunlar olur ara söz. Deməli, ara sözlə modal sözün fərqi odur ki, modal sözlərin cümlə şəklində, söz birləşməsi şəklində olan forması yoxdur. Ara sözlərin isə həm söz birləşməsi, həm də cümlə şəklində olan tipləri var. Bənzətmə bildirən modal sözlər ara söz deyil. Ara sözlər də xitab kimi cümlənin əvvəlində, gələndə, özündən sonra, ortada gəldikdə hər iki tərəfindən, sonda gəldikdə özündən əvvəl vergül qoyulacaq. Təsdiq bildirən modal sözlər və yaxud ara sözlər. Əlbəttə, əlbəttə ki, sözsüz, şübhəsiz.
Doğrudur, doğrudan, düzdür, düzü, doğrusu, həqiqətən. Şübhəsiz ki, mən sənin fikirlərindən razıyam. Doğrudan da yaşamaq gözəldir. Güman, şübhə bildirən modal sözlər və yaxud ara sözlər. Bəlkə, bəlkə də, deyəsən, güman ki, yəqin ki, görünür, olmaya, olsun ki, ola bilsin ki, görəsən, gərək ki. Baxın, biri var gərək. Bu gərək tək başına ədatdır, arzu ədatıdır. Amma gərək ki, ara sözdür. Ehtimal ki, bax, ehtimal ki, ara sözdür. Güman, şübhə bildirir. Məsələn, deyir, bəlkə bu axşam sizə qonaq gəldim. Deyəsən, bu yay çox isti olacaq. Güman edir, şübhə edir. Fikrin mənbəyini bildirən ara sözlər. Məncə, sizcə, mənə görə, deyilənə görə, mən bilən və s. Bu məncə ilə, sizcə ilə bağlı bir şey deyim. Deməli, gördünüz ki, cümlədə istər əvvəldə, istər ortada, istər sonda bir məncə, səncə gəlib. Bunun əvvəldə özündən sonra, ortada hər iki tərəfindən, axırda özündən əvvəl, yəni bundan söhbət gedir. Vergül işarəsi qoyulubsa, deməli, bilin ki, o ara söz və yaxud modal sözdür. Yox, əgər, məsələn, desək ki, səni məncə sevmir. Bax, bu formada verilsə, görürsünüz ki, vergül yoxdur yanlarında. Modal ara söz olsaydı mütləq olacaqdı. Deməli, burada bu başqa bir şeydir. Mən əvəzliyidir, üstəgəlcə qoşmasıdır. Mən qədər səni sevmir. Bu baxımdan olacaq bu, əvəzlik üstəgəl qoşma. Yadınızda qalsın. Davam edirik. Nəticə bildirən və sıra bildirənlər nəhayət, beləliklə, demək, İkincisi, birincisi, qısası, xülasə, bir sözlə, müxtəsər, bax, xülasə, müxtəsər, vurğu əvvələ düşübsə, ara sözdür. Bunları yadda saxlayırıq. Nəhayət, bu əvvələ düşübsə, modal, ara sözdür. Təəssüf bildirən, heyif, heyif ki, çox heyif, təəssüf, təəssüf ki, əfsus, əfsus ki. Bunları yadda saxlayırıq. Deməli, uşaqlar, bu qaydalar əsas qaydalardandır. Bütün ara sözlər, yəni modal söz deyil, bütün modal sözlər ara sözdür. Yəni modal, bunlar gördüyümüz həm modal söz, yəni biz bunları morfologiyada, köməkçi diksələrində modal söz kimi öyrənirik. Amma sintaksis bölməsində bunların vəzifəsi ara söz olmaqdır. Yəni, əgər hər hansısa bir cümlədə, məsələn, əlbəttə sözünün altından xətt çəkib desə ki, bu morfoloji cəhətdən nədir uşaqlar? Morfoloji cəhətdən, yəni nitq hissəsi kimi bu modal sözdür. Bəs desək ki, bu sözün sintaktik vəzifəsi nədir? Ara sözündə sintaktik vəzifəsi elə ara söz olmasıdır. Yəni desək ki, sintaktik cəhətdən nədir? Deyirik ara söz. Və bunlar da cümlədə qrammatik cəhətdən digər cümlə üzərindən bağlı olmayan sözlərdir. Qısaca sizə desək ki, qrammatik cəhətdən digər cümlə üzərindən bağlı olmayan söz nə götürməlisiniz? Bir ara söz götürəcəksiniz, bir də xitab götürəcəksiniz. Yadda qalsın. Bunları biz öyrənirik sintaksis bölməsində. Amma sintaktik vəzifələri birinin ara söz olmasıdır, birində xitab olmasıdır. Ortaq cəhətləri durğu işarələridir. Əvvəldə, ortada, axırda. Yadda qalsın bunlar. Ümid edirəm ki, sizə faydalı olmuş olacaq.